Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə, sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və təala hər birimizi təqvalı bəndələrindən qərar versin inşallah. Həqiqi ibadət Allah təbarək və təalanın qatında 4 şeyə diqqət yetirməklə olur. Bu 4 şeyə əgər diqqət yetirsək, Allahın qatında görərik ki, ibadətimiz, itaətimiz həqiqi ibadət itaətlərdəndir. Birincisi ürfandır, mərifət və tanımaqdır. Yəni Allahı tanıyaraq, Allahdan agah olaraq və kimin qarşısına gedirsən, bunu dərk eləyərək Allahın huzuruna gedəsən, deyir, onda sənin ibadətin ibadət olar. Həqiqətən bir təsəvvür eləyək ki, mən hazırlaşıram, bir var hazırlaşıram, əynimə, üstümə, başıma çəki düzən verirəm, deyirəm ki, gedirəm filan kəslə, filan nazirlə görüşəcəm və yaxud da ki, prezidentinlə görüşəcəm. Bir ölkənin prezidentinə əl çatmaq çox çətindir. Bir də var ki, sən elə ki, evdə hazırlığını görürsən, dəstəmazını alırsan, bunun fərqində olasan, bunun bilincində olasan, düşünəsən ki, mən hazırlaşıram, kimlə görüşə gedirəm, nə bir mer deyil, nə bir şəhərin deputatı deyil, nə bir ölkənin prezidenti deyil, mənim görüşə getdiyim, mənim görüşünə getdiyim bütün aləmlərin Rəbbidir. Sən təsəvvür elə, hazırlaşırsan, hazırlıq görürsən, özünü hazırlayırsan. Hara gedirsən? Quranda deyir, fə'əynə təzhəbun. Hara gedirsən? Gərək insan bunun fərqində ola, mən hara gedirəm? Kimlə görüşəcəm mən? Dəstəmazı alanda deyir, Peyğəmbər sallallahu dövründə səhabələr görürdü ki, elə bir şücaətlə döyüşürdü döyüşlərdə Peyğəmbər sallallahu. Bir aslan kimi döyüş meydanına atılırdı Peyğəmbər sallallahu. Bir aslan kimi. Qarşısında düşmən tir-tir əsirdi. Deyir, o Peyğəmbəri biz dəstəmaz alarkən görürdük. Görürdük ki, tir-tir əsir. Rənginin, üzünün rəngi dəyişirilib, çöhrəsi saralıbdır. Sual verirdik, ya Rasulallah, nə olub? Dünən, bugün döyüşlərdə sən aslan idin, indi dəstəmaz alırsan, niyə qorxursan? Çox gözəl cavab verirdi Peyğəmbər sallallahu. Dəstəmazı alıram nəyə görə? Kimə görə? Və bu dəstəmazı niyə alıram? Və kimin qarşısına hazırlaşıram? Kimlə ünsiyyətdə olmağa gedirəm? Deyir, o əzəməti mən dərk eləyəndə məni əsmək, titrəmək tutur. Çöhrəm dəyişirilir, rəngim saralır. Evdə ki, biz dəstəmaz alırıq, gəlirik məscidə, yəni ki, ilahi, qürbətən ilallah. Allah, mən bu dəstəmazı alıram, deyirsən ki, dəstəmaz alıram namaz qılmaq üçün qürbətən ilallah da. Deyirsən, Allah rızası üçün, Allaha görə dəstəmazı alıram, elə deyilmi? Evdən ki, dəstəmazı alırsan, sən bunun fərqində olasan ki, mən kimin qarşısına gedirəm? Bax, birinci ibadətdə ən diqqət olunması lazım olan məsələ budur ki, insan bunun fərqində ola, düşünə ki, mən kimin qarşısına gedirəm? Kimlə görüşəcəyəm? Əgər bu şəkildə Allahın huzuruna getsəm, ibadətim ibadət olar. Və mən o mərifətlə, yəni o agahlıqla, o düşüncə ilə, o bəsirətlə Allahın, tanıyaraq Allahın huzuruna getsəm, and olsun Allaha zərrə qədər namazda mənim fikrim yayınmaz. Da səcdə gedib Subhanallah deyəndə ağlım başqa-başqa yerlərdə olmaz. Qiyam halında özümü bazarda hiss eləmərəm və yaxud da ki, haradasa hiss eləmərəm. Ona görə birinci ibadətdə lazım olan, diqqət olunması lazım olan məsələ budur ki, insan Allahı tanıyaraq Allahın huzuruna gedər. Allahın 99 adı var. Mən çox-çox tövsiyə edirəm ki, internetdə yazasınız, hamısı çıxır da Allahın 99 adlarının tərcümələrinə baxasan. Adların tərcümələri var da, niyə Allah Raufdur, niyə Allah Rəhmandır, niyə Rəhimdir, niyə Ərhəmər Rahimindir, niyə Qahhardır?
Bunların hamısını bir araşdıraq, mənalarını, adlarının təfsirlərinə baxa görək biz kimin qarşısına gedirik. Bunları biz bilsək, bilərik ki, biz ibadəti kimə eləyirik, nəyə görə eləyirik. İkinci dedik ki, əgər istəyirik ibadətimiz ibadət olsun, gərək Allaha təslim olaq. Bütün varlığımızı, bütün vücudumuzu Allaha təslim eləyək. Allah təbarək və Teala Nisa suresinin 125. ayəsində buyurur ki: وَمَنْ أَحْسَنُ دِينًا مِنْ deyir, kimin dini yaxşı əməl sahibi olub, şəriət baxımından haqpərəst olan İbrahimin dininə tabi olan bütün vücudunu Allaha təslim edən şəxsin dinindən daha gözəldir. Deyir, kimin dini gözəldir? Bu bir balaca bir məqam deyil. Allah Teala başqa peyğəmbərlərə deməyib ki, Xəlilullah, yəni mənim dostum, Allahın dostu. Başqa bir peyğəmbərlərə deməyib. İbrahim əleyhissalam nə iş görübdü ki, Həzrəti İbrahimi Allah Xəlilullah məqamına yüksəltdi. Həzrəti İbrahimin Allah Teala onu cürbəcür imtihanlara, sınaqlara çəkdi ki, o məqama getsin, çatsın, Allah onu özünə dost tutsun. Xəlilullah deyir buna. O Xəlilullah məqamına gedib çatmağının bir dənə nəyi var idi bilirsiniz? Bütün varlığını Allaha təslim elədi. Bütün varlığını. Deyirdi Allah, səndən hər nə gəlir, bəla da gəlsə gözəldir, rəhmət də gəlsə gözəldir, müsibət də gəlsə gözəldir, əzab da gəlsə gözəldir. Hansı peyğəmbərə Allah Teala əmr eləyib, götür, apar övladını qurban kəs. Həzrət İbrahim o peyğəmbərdir ki, Allah əmr elədi, götür övladını Minada qurban kəs. Həzrət İsmaili götürdü, apardı ora, qurban kəsə. Allah Teala dedi, imtihandan keçdin. Xoş sənin halına. Allah lənət eləsin o zamanın zalimlərinə də, bizim bu zamanın zalimlərinə də. Deyir, bir od qalamışdılar. Neçə kilometr uzaqdan görünürdü ki, o od orada nəsə bir şey yanır. Neçə kilometrlərlə uzaqdan görünürdü ki, orada bir şey yanır. Böyük bir ocaq qalanıbdı. Yaxınlaşa bilmirdilər. Allah lənət eləsin şeytana. Şeytan bir yaşlı bir kişinin formasında gəldi, dedi ki, bunu siz necə atasınız odun içinə? Dedilər, bilmirik, bu qədər də böyük odu qaladıq, bu İbrahimi necə odun içərisinə atacağıq? Tam düz ortasına atmaq istəyirik. Dedi, bir dənə mancalaq düzəldin, belə bir mancalaq düzəldin, İbrahimi qoyun mancalağın içərisinə, atın düz ocağın içərisinə. Həzrəti İbrahim, Cəbrail əleyhissalam gəldi, nazil oldu. Çox ibrətli şeylər var. Bu müsibətləri, bu imtihanları sizlərin yadınıza salmaq istəyirəm ki, Allah görün, İbrahimə hansı sınaqlar, imtihanlardan sonra Xəlilullah məqamına, Allahın dostu məqamına gətirdi, çıxartdı. Həzrəti Cəbrail əleyhissalam ki, Həzrəti İbrahimin mancalağın içərisinə qoydular, atmağa hazırlaşırdılar. Həzrəti Cəbrail gəldi, dedi ki, ya İbrahim, nəsə bir istəyin, bir qulluğun, bir şeylər istəyirsənmi? Dedi, ya Cəbrail, sən çəkil kənara, məni yaradan məni görmürmü? Allah məni bu vəziyyətdə görmək istəyirsə də ləbbeyk, hazıram. Allah məni görür də, mənim münasibətim, ünsiyyətim Rəbbimləndir. Rəbbim əgər istəyirsə də mən mancalağa qoylum, atılım odun içərisinə, orada yanım kül olum, mənə o güldən, güllüstanlıqdan daha gözəldir. Götürdülər, mancalağın içinə qoydular, odun içinə ki, İbrahim əleyhissalam düşürdü. Allah Teala o da əmr elədi ki, Quran-ı Kərimdə ayədir. Dedi, İbrahim üçün cənnət bağçalarından bir yerə çevril və İbrahimi zərrə qədər də olsa incitmə. Həzrət İbrahim əleyhissalam odun içərisinə düşdü, gördü ki, Allah, sən nə böyük qüdrət sahibisən. Od, alov neçə kilometrlikdən görünür. Həzrət İbrahim odun içərisinə düşüb cənnət bir bağçasından bir yer yaranıbdı. Od zərrə qədər ona təsir eləmədi. Od yandı, kül oldu, gördülər Həzrət İbrahimin heç libasına bir şey olmayıbdı. Bu qədər imtihanlardan sonra Allah Teala Həzrət İbrahimi Xəlilullah məqamına çatdırdı. Bunların hamısı nə idi? Başını yığıb cəm eləyib desək ki, bu əməllər, bu çətinliklər, bu şeylərin hamısı nə idi? Dözümü nə ilə həll olundu?
bu şeylerin hamısına bir yolla dözüm olurdu, o da təslimiyyət məqamından. Yəni insan Allaha əgər təslim olarsa, Allah onun üçün hər bir şeyi güllük gülistanlıq eləyər. Dünya müsibətlərini, çətinliklərini də və bütün hər nə ki önündə deyirsən ki, bunlar mənim üçün çətindir, problemdir. Əgər Allaha təslim olsan, onların hamısı sənin üçün güllük gülistanlıq olar. Dedik ki, ibadətdə ikinci diqqət olunması, əgər istəyirsən ki, ibadətin ibadət olsun, gərək Allaha bütün vücudunla təslim olasan. Allah Teala burada Nisa surəsinin 125-ci ayəsində bunu deyir ki, kimin dini Allaha bütün varlığı ilə, vücudu ilə təslim olan, haqpərəst olan İbrahimin dinindən gözəldir. Kimin dini gözəldir? Yəni Allah İbrahim əleyhissalamı burada misal gətirir və dinin gözəlliyini burada bizlərə çatdırır. Üçüncü də xalis niyyətdir dedik. İnsan hər hansı bir əməli görsə, hər hansı bir işi görsə, icra eləsə, gərək xalis niyyətlə, yalnız və yalnız ixlasla Allaha xatir o işi görə. Əgər Allaha xatir o işi görsən, Allah sənin gördüyün işə bir dəyər biçəcək. Yəni Allah deyəcək ki, bu əməlin mənim qatımda mükafatı budur. Əgər ixlasla bir işi görsən, əgər Allahın belə deyək, rizayəti üçün bir işi görsən, Allah sənin o əməlinə bir dəyər biçəcək. Deyəcək ki, budur bunun dəyəri mənim qatımda. Mələklər bunun üçün bu mükafatı hazırlayın. Amma biri də var ki, milyonlar xaricliyə, milyonlar, milyardlar xaricliyə Allahdan qeyrisi üçün. Nədir desinlər ki, filan kəs bu işi gördü. Desinlər ki, filan kəs bu işlərlə məşğuldur. Desinlərə Allahdan qeyrisi üçün. O xaricladığı pulun hamısı boşdur. Allahın qatında zərrə qədər dəyəri yoxdur. Əgər ki, bir işdə ixlas olmasa, Allah qatında zərrə qədər dəyəri yoxdur. Əgər ki, bir ibadətdə muxliscəsinə, xaliscəsinə niyyətlə Allaha ibadət itaət eləməyəsən, onun dəyəri yoxdur. Dördüncü, Allahın qatında əgər istəyirik ibadətimiz ibadət kimi qəbul oluna, əməlimizə diqqət yetirək. Əməllər o qədər önəmlidir ki, o qədər diqqət olunması lazım olan bir məsələdir ki, əməl insanın həyatını xilas eləyir. İnsan Allahla razı niyazda bu vücud da bir vasitədir də, əl də, ayaq da bir vasitədir. Əgər əməlimizi düzəltsək, vücudumuzu, varlığımızı ona hazırlasaq, xoş olar bizim halımıza ki, Allahın qatında bir dəyərimiz olar. İnsan gərək mərifəti ola, o bəsirəti ola ki, Allah məni niyə yaradıb? Nəyə görə yaradıb? Yaranma səbəbim nədir? Bunların fərqində ola. Bəzən insan bir ömür yaşayır, nəyə görə dünyaya gəldiyini və nə iş görəsidir onu dərk eləmədən dünyadan köçür gedir. Boş-boşuna bir ömür sürür. İnsanın cibindən 1 manatı düşüb itəndə ən azından gəzir, fırlanır, dolanır ki, cibimdən 1 manat pulum var idi, o düşdü, itdi. Amma insanın ömrü gedir boş-boşuna. İnsan ömrünü xərcləyir boş-boşuna. Heç onun arxasından axtarışında deyil ki, mən bir ömür yaşamışam, 50 il, 70 il, 100 il ömür sürmüşəm. Bu boyda ömrü mən yelə vermişəm, boşa vermişəm. Allah məni nəyə yaratmışdı? Mən bu qədər ömrümü itirmişəm. Onun sorağında ola, onun axtarışında ola. Peyğəmbər salavatullah ki buyurur, cibinizdəki dinar dirhəminizə xəsis olduğunuz kimi, tutumlu olduğunuz kimi, əli bağlı olduğunuz kimi ömrünüzün də qədrini, qiymətini bilin. Cibinizdəki o pulunuza xəsis olduğunuz kimi ömrünüzün də xəsisi olun. Boş yerə xərcləməyin ömrünüzü. Boş yerə xərcləməyin ömrünüzü ki, sabah bir gün Həzrət Əmir əl-Möminin əleyhissalam deyir, alıb verdiyin nəfəsə qədər yazan bir dənə mələk var. Harda
sən ömrünü xarclayırsan. Buyururlar ki, bir də rivayət var. Bu elə Sirat körpüsünə elə çatmamışdan bu sorğu sual olunacaq. Birincisi budur ki, sənə bir ömür verilmişdi. Onu harda xərclədin? Bax budur. Gərək bunun qədrini, qiymətini bilək. Allah təbarək və təala hər birimizi həqiqi ibadət əhlindən, mərifət əhlindən, bəsirət əhlindən və muxlis bəndələrindən, əməli də icra eləyəndə yalnız və yalnız Allaha xatir icra eləyən bəndələrindən qərar versin. Allah sonumuzu xətmi və xeyr eyləsin. Allah bizləri dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın inşallah.